Efestin adasında Kəbə evinin Quran ayələri ilə bəzədilmiş pərdəsini bütün dünya gördü. Görməmisiniz? Göstərəksə. Görmüsünüzsə sual veririk. Nə üçün hər gün namazda üzü qibləyə qaldığımız Kəbə evinin parçası dünyanın ən əxlaqsız, körpə uşaqlara təcavüz edib öldürənlərin evində xalça kimi ayaq altına salınıb? Sual veririk. Bu daha Kərbala deyil, bu Nəcəf deyil, bu Məşəd deyil, bu Zireh deyil. Bu Kəbə evinin parçasıdır. Sabah Allah sizdən soruşacaq, mənim evimin qeyrətini niyə çəkmədiniz? Kəbə evin bildi. Hamısı müsəlmanlar eynidir. Biz bugün etiraz edirik və tələb edirik. Bu günləri Allah evinin pərdəsini kafirlərin əlində, uşaq qatilləri Efesinin əlində, evində, yerdə nə üçün döşənmişdir? Sizə də tələbimiz budur. Əgər doğrudan İslamın qeyrətini çəkirsinizsə, necə bizə rafizi deyirsiniz? Bir dəfə möhürdən danışanda, imamların qəbrinə ziyarət etməkdən danışanda, Kərbalaya getməyə etiraz edəndə bir dəfə də Kəbənin qeyrətini çəkin. Efesində Kəbə evinin müqəddəs parçasını, Quran ayələrinin yerə döşənməsinə etiraz edin.